Salam əziz izləyicilər, kanalıma xoş gəldiniz. Bu videomda sizinlə qiyməli kartoflu, çox dadlı soba yeməyinin reseptini paylaşmaq istəyirəm. Qiyməli içliyi hazırlamaq üçün bizə lazım olanlar: 3 ədəd orta boy soğan, 2 ədəd pomidor, 1 ədəd yaşıl şirin bibər və yarım ədəd acı bibər. Acı bibər zövqə görədir. Tavaya birazcık yağ əlavə edirəm və xırda doğradığım soğanları tökürəm, qovururam. Soğanlar qovrulub belə qızıl rəng olduqdan sonra 300 qram qiyməni əlavə edirəm və qovururam. Qiymə qovrulduqdan sonra xırda doğradığım biberləri tökürəm. Birazcık qarışdırıram, belə qovrulurlar. Qapağını örtürəm. Biraz biberlə qovurduqdan sonra xırda doğradığım pomidorları da əlavə edirəm, qarışdırıram. Sonra zövqə görə duz əlavə edirəm və qara istiot əlavə edirəm. Ara bir qarışdıraraq bişməyini gözləyirəm. Qiyməli içliyi hazır olduqdan sonra 5 ədəd orta boy kartofun qabığını soyub yaxşıca yumuşam və belə halqavari doğrayıram. Doğradıqdan sonra kartofu duz və qara istiot səpirəm, zövqə görə qarışdırıram. Yeməyi bişirəcəyim soba qabının içərisinə birazcık duru yağ tökürəm və fırça ilə hər tərəfinə yayıram. Sonra isə hazırladığım kartofları qabın alt hissəsinə düzürəm. Üzərindən bişirdiyim qiyməli içliyi tökürəm, hər tərəfinə yayıram. Sonra isə qalan kartofları da üzərindən yığıram. Kartofları yığdıqdan sonra yağlı kağızı islatmışam və sonra üzərinə örtürəm. Qoyuram 190 dərəcə qızdırdığım sobaya. Kartoflar bişənə qədər bişirirəm. Yemək bişdikdən sonra sobadan götürürəm. Üzərindəki yağlı kağızı götürüb üzərinə rəndənin xırda gözündən keçirdiyim çedar pendirini səpirəm. Siz istədiyiniz hər hansı bir pendirdən istifadə edə bilərsiniz. Sobada əriyən pendirlərdən. Səpirəm və qoyuram sobaya, pendirlər əriyənə qədər gözlədirəm. Və artıq yeməyimiz hazırdır. Üzərinə zövqə görə xırda doğradığım kişnişi səpirəm və servis edirəm. Çox dadlı yemək olur. Sınayın siz də, əminəm siz də bəyənəcəksiniz. Nə bişirim dediyiniz zamanlarda belə bir çeşiddən istifadə edə bilərsiniz. Bugünlük də məndən bu qədər olsun əziz izləyicilər. Videolarımın davamı üçün kanalıma abunə olub videolarımı bəyənib dostlarınızla paylaşmağı unutmayın. Gələn videolarda görüşmək üzrə inşallah. Sağ olun, sağlıqla qalın.